Xoş gördük hər birinizi bizim yeni layihəmizdə və Tiaspress nəşriyyatın təşəbbüsü ilə biz yeni bir layihəyə start veririk. Bugün hamımız üçün aktual olan, maraqlı olan məsələlər var ki, danışığımız dil məsələsi və bu mövzuda danışacağımız ən maraqlı insanlardan biri. Filologiya üzrə fəlsəfə doktoru Dürdanə xanım Rəhimzadə. Qonaq deməzdim çünki biz hər ikimiz çalışacağıq bu mövzuda sadəcə söhbət edək. Xoş gördük, salamlar. Xoş gününüzə gələk, çox sağ olun. İlk sualım belədir ki, 50 milyonluq dil ümumiyyətlə kiçik dil qrupu sayılır, yoxsa yaxşıdır əslində, yəni az deyil? Əlbəttə ki, az deyil. 50 milyon deməsək də, 20 milyon, 10 milyon da desək, bu bir dildir və bunun yaşama hüququ var, bunun qorunma hüququ var. Bu dilə, dilin hörmətlə istifadəsi hüququ var və bu dil daşıyıcıları hökmən buna riayət etməlidirlər. 50 milyon deyirik, amma bilirik ki, sırf qrammatik quruluşu olan, sırf lüğətləri olan, sırf qrammatikası işlənilən məhz bu 10 milyonun dilidir. Güney Azərbaycanındakılar əslində bizdən daha çox vətənpərvərdirlər, bəlkə də. Dillərini qorumaq istəyirlər. Onlar da fars ərəb alınmaları ilə mübarizədədirlər və çox gözəl təklifləri var, deyim sizə. Onlar mənə tez-tez yazırlar. Çox gözəl təklifləri var. Bunun əvəzinə bunu deyək, bunun əvəzinə. Amma o istiqamət özdə tam, necə deyim, tam bunu çıxartsan, bunu qoysan, onun da öz fəsadları var. Türkiyə türkcəsində olduğu kimi. Ona görə o elə göründüyü kimi, səsləndiyi kimi asan bir məsələ deyil. Mən əslində bura biraz elə Türkiyə coğrafiyasında əlavə etmək istəyərdim. 50 milyon mən hətta kiçik dedim. Çünki bugün Türkiyədəki qardaşlarımızla oturub danışanda və yaxud bizim, məsələn, deyək ki, sosial şəbəkədə hansısa videolar olur, onlar baxırlar. Heç elə bir sual yaranmır ki, sən nə danışırsan və əksinə onlar deyirlər ki, siz bizim sanki ulu babalarımızın dilində danışırsınız. Yəni, daha təmiz siz danışırsınız. Bugün Türkiyədə bunu etiraf edirlər. Elədir. Təkcə Türkiyə ilə kifayətlənməyək gəlin. Bütün türk dilli xalqları bura əlavə eləmək olar. Özbək dili olsun, türkmən dili olsun, qaqavuz olsun, şor olsun, qırğız, tatar. Hamısı türk dilləridir. Əlbəttə, özdə bu türk dillərinin hər birinin müəyyən dövrdən sonra öz inkişaf yolu olub və hər birinin özünün özəlliyi var. Ona görə türk dilləri ailəsinin ayrı-ayrı dilləri deyə bilərik. Mən biraz konkret sual vermək istəyirəm sizə ki, bax, biz indi bunu deyirik, həmişə bu mövzu müzakirə olunur və həmişə də kimlərsə itham olunur, amma o kimlərdir bilinmir. Yəni, bugün bizim dilimizin xarici təsirlərdən qorunmasına konkret hansı qurumlar cavabdehdir, əgər belə bir şey varsa? Vaxtı ilə bilirsiniz, monitorinq mərkəzi var idi, yaradıldı, sonra bağlandı. Onlar çox ciddi bu istiqamətdə işləyirdilər. Bir neçə istiqamətdə işləyirdilər. Əslində, cavabdeh qurumlar deyə bilərik. Başlayır, qayda qoyulur, lüğətlər tərtib olunur Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda. Bunu tətbiq edən qurumlar Təhsil Nazirliyidir, universitetlərdir. Burada qurum deyə bununla əgər məhdudlaşsaq, məncə biz uduzarıq. Burada bir təbliğat olmalıdır. Qurum desək, burada dövlət səviyyəsində təbliğat olmalıdır. Yəni, bunu necə təqdim etməkdən çox şey asılıdır. Buna biraz əyləncə, biraz maraq, nə bilim, insanların bəyəndiyi tərzdə, amma onun altında biz istədiyimizi verə biliriksə, yəni bu, siz, mən, əksinə göstərdim. Biz bunu öz gücümüzə edə bilərik, amma bu o effekti verməyəcək. Bu daha böyük həcmdə, daha böyük miqyasda və daha böyük bir güclə olunmalıdır və nəticə bir ilə olacaqmı? Yox. Böyük intensivliklə başlanan təbliğat işi 10 ilə ən yaxşı halda öz nəticəsini verə bilər. Əslində burada o sual yaranır ki, məsələn, biz indi baxanda görürük ki, Sovet dövründə bizim sanki immunitetimiz daha güclü idi. Bəlkə də biz elə ona görə də, yəni müstəmləkə altındayıq, yəni bizi əzməməlidirlər. Bu düşüncə ilə sanki dil mövzusuna daha ciddi yanaşırdıq. Bu elə bil müstəqillikdən sonra bir arxayınlıq yarandı və biz bunu belə öz axarına buraxdıq. Nəticə də bu oldu. Əslində bu fikirdə bir həqiqət var.
O mənada ki, o dövrdə qaydalara daha çox riayət olunurdu. O dövrdə tələb daha çox idi. Bu sanki bir paradoks doğuran fikirdir. Əslində biz rus dilinin təzyiqi altındaydıq. Əslində 56-cı ildə hələ SSR konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu qəbul etdirildi. Ona qədər bilirsiniz, rus dilində yazışmalar və s. Amma bununla belə qanunlar, qaydalar, bugünkü lüğətlərin əsası, əksəriyyəti o vaxt qoyulmuşdu. O vaxt insanlar konkret olaraq müəyyən bir mənbədən istifadə edirdilər. Kənar mənbələrə əlləri çatmırdı. Çünki internet bugünkü kimi deyildi. Bugün isə insan hara baxırsa səhv yazı görür. İnsan hara baxırsa səhv nitq eşidir. Və biz sosial şəbəkələrə bunu etməyə qadağan edə bilmərik. Bəli. Ona görə deyirəm təbliğat. O vaxt qayda var idi, senzura var idi. Çıxan kitabdan əmin idik ki, bu kitabda yazılanlar hamısı doğrudur. Bugün o əminliyimiz yoxdur. Qazaxıstan 15 ilə tamamilə sıfıra enmiş ana dilini qaldırdı. Bəli. 20 cilddən daha çox hələ də işləyirlər üzərində izahlı demək lüğətləri var. Biz hələ 4 cilddə qalmışıq. Bax, nəyə görə? Elə o suallar yaranır. Biz niyə orada qalmışıq? Niyə bu işlənilmir? Bunun da obyektiv səbəbləri var. Yəni, bununla məşğul olan bir qurum, ayrıca bir qurum var onlarda. Ayrıca bir qurumun... Və onlara həqiqətən də pul ayrılmalıdır. Ciddi şəkildə maliyyə ayrılmalıdır. 1000% elə olmalıdır. Yəni, orada enerjili, cavan, düşüncəli, dil bilgiləri olan, texnikadan başı çıxan, internetdən yaxşı başı çıxan və müasir tərzdə düşünə bilən, kreativliyi olan, yeni terminləri düşünmək üçün söz bazası çox olan, dialektləri də bilən, mən bunun hamısını bir adamın üzərinə yığmıram. Və sanki bütün nəsil orada iştirak etməlidir. Tamamilə böyük bir komanda olmalıdır. Bunların təchizatı olmalıdır, bunların əlinin altında bütün şərait olmalıdır. Bunlara çox gözəl bir maaş ödənməlidir ki, evdə cəmaatın durumu necə düşünməsin. Lüğətçilik çox çətin bir sahədir. Heç kim elə bilməsin ki, sözü yazdım, mənasını yazdım, bununla bitdi. Amma sən onu 1000 il sonraya ötürəcəksən. Tamamilə doğru. Ona görə bu dövlət tərəfindən nəzarət olunan bir məsələ olmalıdır və bu, bugün olduğu kimi 5-6 nəfərin işlədiyi və orta hesabla 500-600 manat maaş aldığı bir şöbədən çıxmalıdır. Böyük bir qurum olmalıdır. Maliyyələşən bir qurum olmalıdır. Bu halda gözəl nəticə ortalıqda ola bilər. Həmişə bu mövzu gündəmə gələn kimi ən çox qınanılan tərəflərdən radio, televiziya, kütləvi informasiya vasitələri, daha çox radio, televiziyanı eşidirik ki, elə oradan başlayır, danışa bilmirlər və s. Kim gəldi, oturub orada, bu sözləri eşidirik. Haqlı olan tərəfləri də var, razıyam. Amma mən burada həm də başqa bir sual qoymaq istəyirəm ki, yaxşı deyək ki, mən radio aparıcıyam həm də. Çox belə populyar olmayan bir sahədə, avtomobil terminlərindən dolu bir sahədə danışırıq və hər gün yenilənir. Yəni o qədər yeni şeylər çıxır ki, avtomobil terminlərində deyək ki, bugün Çin maşınlarında yeni bir ifadələr var artıq. Elektromobillərdə başqa və biz onları bir növ sinxron tərcümə ilə davam etdiririk. Amma biz nəyə istinad edək? Yəni, məsələn, radio, televiziya aparıcısı nəyə istinad? Tutaq ki, o düzəlmək istəyir, tutaq ki, üzərində işləmək istəyir. O nəyə istinad eləsin, hara baxsın? Hal-hazırda mövcud olan nə varsa mən onları sizə deyim və nə etmək mümkündür, onu da təxmini bir istiqamət müəyyənləşdirək. Hal-hazırda 2021-ci ildə çıxan orfoqrafiya lüğəti var. İlk növbədə baxmaq lazımdır ki, orada buna aid nəsə var, yoxsa yox. Böyük ehtimalla avtomobil hissələrinin adlarının çox hissəsi orada olmayacaq. Bununla bağlı bir layihə də var idi. İnteraktiv əlifba layihəsi. Onlarda müəyyən terminlər var idi. Hətta mənə də müraciət etdilər. Bir-iki dəfə paylaşdım da. Sonra mən onu sizə yönəldərəm. Bəlkə onlardan istifadə edirsiniz. Amma bunlar hamısı pilot layihə. Bunlar hamısı dediyim ikinci pilot layihə səviyyəsindədir. Nə etmək olar? Misal üçün, nələrin qarşılığını almaq istəyirsinizsə, onun siyahısını tutaraq biz Milli Elmlər Akademiyası Dilçilik İnstitutuna müraciət edə bilərik. Bunun qarşılığını necə vermək olar? Ki, bəlkə siz öz sahəniz dediniz. Bugün, misal üçün, yüzlərlə o cür istiqamət var ki,
hələ də orada boşluqlar var. Bəli. Hətta mən sizə deyim, bizim neçə illərdir istifadə etdiyimiz sözlər var ki, onların hələ də qarşılığı yoxdur. Məsələn? Məsələn, golfı, kalgotka, abadok, zakolka veriblər, bəzilərini veriblər. Məsələn, həmən o layihədə deyəsən belçək, nələrsə düşünülmüşdü. Bəlkə uğurludur, bəlkə uğursuzdur, amma bir cəhddir. Yəni, bunları dəyərləndirmək olar. Və bizim xalqımızın da çox sevdiyi bir adət var. Adət dediyim dırnaq arası adətdir. Bu divan tənqididir. Divan yox ha, divan. Otururlar, heç nə eləmirlər, eləyəni də tənqid eləyirlər və belə təhqiramiz bir şəkildə. Biz onlara klaviatura qəhrəmanları deyirik. Tamamilə doğrudur. Yazır, gülüş qoyur, xışıltılı bir gülüşdür, iyrənc, qulağa xoş gəlməyən və s. Bu işləyəni də həvəsdən salır. Keçən dəfə hətta mən bunu bir yerdə də demişəm, nəyə necə deyim, nöqsan tuturdular, deyir buraç. Bu deyir ancaq açmaq üçün deyil, bu həm də bağlamaq üçündür. Atvertka əvəzi. Burğac deyəsən. Burğac ayrıdır, buraç ayrıdır. Mən də yazıram. Onda gəlin açarı da ləğv eləyək. Çünki açarın da funksiyası təkcə açmaq deyil, bağlamaqdır. Yəni, birisi deyir ki, iki feil birləşəndə bir söz yarada bilməz. Halbuki Türkiyə türkçəsində basac, yapboz, düzəldirlər də, istifadə eləyirlər də. Mən hesab edirəm ki, bunları tərtib eləyib və belə ürəkli bir şəkildə, lağ eləyən də eləsin, onsuz da eləyən eləyəcək. Lüğətə salmaq və sinonimik cərgə yaratmaq lazımdır. Hansı tutacaqsa tutacaq, tutmayan da, yəni mən ərəbi çıxartdım, misal üçün, və ya bunu ruscanı götürdüm. İndi bilirsiniz, o qədər aktuallaşıb ki, bu olduğu kimi qəbul eləyək məsələsi. Deyir, taburetkadır, taburet eləyiblər məncə. Zakolkadır, zakolka olsun, zaryadkadır, mən anlaya bilmirəm. Bu K, bəli, elə qəbul eləyək. Hətta bir ara yadınızdadırsa... Bu bizim dilimizə bir növ belə təcavüz deyilmi sizcə? Əlbəttə təcavüz. Bu K mənim şəkilçim deyil. Mən niyə K ilə olan sözləri dilimə qəbul eləməliyəm? Məsələn, mən hələ də o işıqforla mübarizə aparıram, bir aparıcı kimi. Çox haqlısınız. Təsəvvür edin ki, yol polisinin məlumatında artıq bunu göndərirlər. Deyirəm ki, işıqfor şikəstdir. Yəni, gəlin onunsa svetofor deyək, əgər belədirsə. Əslində, bu trafik lightdır, nizamlayıcı işıqdır əslində. Yəni, İngilizcədən götürəndə. Bayaq Türkiyə türkçəsindən danışdıq, düzdür. Türklər nə deyirlər? İşıqlar. İşıqlar deyirlər, bəli. Və salam. Əslində, nizamlayıcı işıq deyəndə bu tam ifadə edir onu. Nizamlayıcını heç kim deməyəcək də. Qısa bir şey olsa, o onda dildə oturuşa bilər. İşıqlarda saxlayın. İşıqlardan sağa. İşıqlar. 3 işıqdır. İşıqlar. Deməli, cəm şəkilçisindən istifadə olunursa, bu işıq, mən bunu dəfələrlə paylaşmışam, hər dəfə də deyirlər. Axı, işıq yolun kənarındakı işıqdır. Və kontekst deyilən bir şey var da, yəni o yol işığıdır. Misal üçün, yəni mətn daxili mənadan bilinir də söhbət nədən gedir. Düzdür, amma mən də siz deyən kimi, yəni mən razı deyiləm ki, onları biz elə də saxlayaq. Ki, məsəl üçün, zakolkaya niyə biz zakolka deməliyik? Yəni, amma istifadə olunur hal-hazırda. Mən hələ insanlarda nail ola bilməmişəm ki, 50 arabası varsa, niyə sən uşaq arabası demirsən? Niyə buna kalaska deyirsən? Və bəzi dilçilər də deyir, işləkliyi çoxdursa, işləkliyi çox olan sözün lüğətə daxil olma prinsipi bugün üçün çox yanlış prinsipdir. Nəyə görə bilirsiniz? Ona görə ki, bugün insanlar pərakəndə şəkildə işləklik qazandırırlar sözlərə. Bugün əvvəlki o ciddiyyət yoxdur. Mən bu sözü istifadə edeyim. Nə gəldi, çox rahat istifadə edirlər və böyük əksəriyyət o düşüncəyə malik deyil ki, mən bundan dilimi korlayıram. Deyir, mən belə rahatdır, belə danışıram. Bir ara biz gördük sosial şəbəkələrdə elə o Dilçilik İnstitutunun adından, bilmirəm, bəzən təksib olur, bəzən yox, ki, yeni tərcümələr var və bu, həqiqətən, bax, bu məsələn siz dediyiniz kimi kütləvi müzakirəyə çevrilir. Əgər çevrilirsə, əgər insanlar buna lağ eləyirsə, deməli, bu maraqlı mövzudur. Bunu həm də biz baxımlı eləyə bilərik, məsələ ondadır. Amma ümumiyyətlə, belə bir şey varmı, yoxmu, biz onu bilmirik ki, doğrudan da, məsələn, deyək ki, ipəzor kimi tərcümə etdilərmi, doğrudan mı razetkaya taxıc dedilər, belə bir şey oldu, yoxsa bunu kimsə uydurdu? Uydurması da var, layihə səviyyəsində olan da var, lüğətdə olanı da var. Ona görə bunu bir-birindən ayırmaq lazımdır. İpəzor var, məsələn, şpilkaya? İpəzor yoxdur.
Yoxdur, bəlkə də nə vaxtsa Görürsünüz, kimsə təklif atdı olunub. onu Bəli. və işlədi. Bilirsiniz, o hamısı hansı məqsədlədir? Bir bloger də istəyir ki, baxış sayı çox olsun, atır, gülüş də qoyur, onunla baxış sayı da qazanır. İnsanlar da bilirsiniz nə qədər göndərirlər mənə, bu doğrudurmu, doğru deyilmi? Həmən o layihədən olan sözlər də var. Və hər birinə də mən yazıram, artıq paylaşımlar eləyirəm ki, bu bir təklifdir. Dilçilik İnstitutu bunu qəbul eləməyib. 21-ci ildə lüğət çıxıb, o lüğətin PDF variantı da var. Bir də 26-da çıxacaq. 26-da bildiyimə görə xeyli yeni söz əlavə eləyiblər və mən çox böyük səbirsizliklə gözləyirəm ki, nə müzakirələr olacaq, amma deyilənə görə uğurlu bir lüğət olmalıdır. Bayaq dediniz ki, məsələn, o 300-500 maaşla bu işi təbii ki, görə bilməyəcəklər. Biz axır vaxtlar bir çox qurumların müxtəlif üsullarla pul cəlb etmək, yəni belə bir belə deyək də variantlarını görürük. Məsələn, deyək ki, bax elə bu dediyiniz, əgər indi o qurum artıq ləğv olunub, şöbə hətta dediniz ki, ləğv olunub, bizim bu dilə nəzarət demək olarsa. Yox, o ayrı bir qurum idi, monitorinq mərkəzi idi və prezident aparatı yanında fəaliyyət göstərirdi. Yəni bugün bu monitorinq aparılmır. Yox. O ləğv olundu. Amma digər yandan da ölkə başçısının məhz bu son çıxışı onu göstərdi ki, əslində nəinki ləğv olunmalı, başqa daha ciddi bir təşəbbüs irəli sürülməlidir. Mən nəyə demək istəyirəm? Məsələn, biz hansısa cərimələrlə o büdcəni, düz deyib, bu cərimə deyəndə insanlara çox belə kəskin reaksiya verirlər. Amma mən bunu, məsələn, radioda özüm, ondan əvvəl biz tələbə vaxtı öz aramızda bunu etmişik. Bu biraz həm əyləncəli olur, amma məsələn, biz onu radioda, mən öz verilişimdə, deyək ki, ustalardır, mən gördüm ki, bunları düzəldə bilmirəm. Necə düzəldirəm? Yəni, tövsiyə xarakterli düzəldirəm. Deyirəm ki, buna sveça demədi, alışdırma şamıdır. Amma biz onu cəriməyə keçirdəndə ki, kim artıq onu bildiyi halda xüsusən də demirsə, yenə də sveça deyirsə, biz ona 1 manat cərimə yazırıq və yaxşı bir büdcə yaranır bizdə. Yəni, həmin o, tutaq ki, şöbəmi deyək, hər hansı bir qurum, bunu məhz bu cür, hətta verilişlərə də mən razıyam, mənə də cərimələsin razıyam və yaxud indi kimləri cərimələyə bilərlərsə, bununla biz axı məncə çox yaxşı bir nəticə ala bilərik. Bəlkə də haqlısınız, bəlkə də eləmək olar, amma bunun başqa fəsadları da ola bilər. Çünki bilirsiniz, bəzi insanlar var ki, bəhanə axtarır ki, nəsə mənfi rəy yaratsın, indi də buradan pul qazanırlar və s. kimi fikirlər. Onu mən düşünürəm ki, bu dövlət səviyyəsində yox, amma hər bir qurum öz arasında, hər bir qrup insan, daxili nizamnamə kimi. Bəli, daxili olaraq öz aralarında eləyə bilərlər. Çünki bu bir qanun şəklini alsa, etirazlar doğura bilər. Mənim yadımdadır ki, monitorinq mərkəzi belə cərimələri təkcə adi danışıqda yox, yazılarda. Bugün bizim yazılarımız bərbaddır. Bilirsiniz, danışıq bu dərd yarıdır. Çünki biz bilirik ki, insanlar müxtəlif ləhcələrdə danışırlar və s. Vaxtilə şairlərin danışığına gəlin baxaq. Səməd Ruhundan tutmuş. Bəli, orada məsələn bugünkü tələblərə uyğun danışıq görmürük. Doğrudurmu? Ona görə dil əslində yazı ilə yaşayır. Dil yazıda yaşamalıdır. Bugün bilirsiniz nə baş verir? Bugün yeri gəlmişkən burada da bu məni ən çox ağrıdan mövzudur. Bugün bizim orfoepiya qaydalarımız mənim nəzərimcə əksəriyyəti, hamısı yox, əksəriyyəti bərbaddır və əgər biz o cür danışığı televiziyalarda eşidiriksə, mənim qulağımı kəsir bu. Mən ondan əziyyət çəkirəm. İnsanlara da bunu təbliğ eləyiriksə, belə danışın, belə. Bu yavaş-yavaş yazıya sirayət eləyəcək. Bugün artıq baxacağam yazan yoxdur. Bugün dilimizdə elə faktlar var ki, yazılı mənbələrimiz olmayan dövrlərdə bizim dilimizin və xalqımızın mövcudluğunu sübut edir. Başqa heç bir vasitə ilə biz onu sübut eləyə bilmirik. Yazılı mənbə yoxdursa, yazılı mənbə bizdə hardan başlayır? Qazi Bürhanəddin'dən, 13-cü əsr. Ona qədər hamısı farsçadır. Divane lüğət türkü biz qəbul edirikmi? Ortaq. Türk abidəsidir. Bəli. 7-ci əsrə qədər bilirik də, runik əlifbasında olub, orada ortaq türk yazılı abidələri var və s. Sırf Azərbaycan dilindən söhbət gedirsə, ortaq yazılı abidələrimiz çoxdur və onların da əksəriyyəti ərəb əlifbasındadır.
köçürülüb üzü. Runik əlifbasında ancaq Orxun Yenisey abidələridir. Bəli. Və bir çox bayaq adını çəkdiklərimiz var. Biz o dövrdə olmuşuq, olmamışıq sualı. Bugün bizimkilərdən də biz o dövrdə bu torpaqlarda olmamışıq iddiasında olanlar var. Amma o dövrdə bu torpaqlarda olanın yazıları mövcud olan xalqın dilində biz elə feillər tapa bilərik ki, bunların quruluşuna görə, qrammatik funksiyasına görə dildə hansı dövrdə dilin daha doğrusu eradan əvvəlki dövrlərə aidiyyəti sübut olunsun. Ojas Süleymanov adicə Sabakanın ispakan sözündən gəlməyini o qədər gözəl izah edir ki, türklər əvvəl məsələn itə izbakan deyirdilər və ispaka, spaka, sabakaya gəldi, çıxdı. Məsələn, bizdə bu cür çox dərin araşdıran mənbələrimiz yoxdur. Və çox istəyərdim ki, əslində hətta mən belə bir şey tapıb kiçik bir reelsdə bir dəqiqəli danışanda belə insanların maraqlı reaksiyalar olur. Bəli, bəzən siz deyən kimi orada əşya azva gələni danışırsan, onu yazanlar olur. Amma olsun da, ən azından o da şuur altında qalır ki, bu hardasa düşünəcək ki, əslində bu düz idi axı. Bax, bu da bizdə yoxdur. Doğrudur, sadəcə bilirsiniz, onları deyəndə biz mənbələrini deyirik. Mən əgər hansısa sözün etimologiyasından danışıramsa, mənbəyə istinad etmədən, yəni bunun mənbəsi əlimdə yoxdursa, mən o barədə danışmıram və biz də kiməsə istinad edib danışa bilərik. Mən çox təəssüf edirəm ki, bizim etimoloji lüğətimiz ancaq Bəşir Əhmədovdur. O da çox az bir demək məhdud söz ehtiyatını ora yığıb. Bugün bildiyimə görə bir dənə də etimoloji lüğət gözümə dəydi, amma onun indi axtaracağım harda satışda var. Anar yadında deyil soyadı. Birinci cildi çıxıb, sonrası yoxdur və bir neçə yeri maraqlandım, tapa bilmədim. Var, etimoloji lüğətlər var digər türk dillərində. Biz əgər həmən sözü araşdırmaq istəyiriksə, hər hansı bir türk dili ilə ortaqdırsa, onu tapa bilirik. Amma belə bir istinad olmalıdır. ChatGPT bizə hər hansı bir variant verə bilər. Amma oradan da istinada keçmək lazımdır. O bizə bir yol eləyə bilər, yol aça bilər. İstənilən süni intellekt bizə bir istiqamət verə bilər, amma gedib axıra qədər onun mənbəyini tapmaq lazımdır ki, bu söz kim bu sözün etimologiyasını belə verib? Durana xanım, bəzən belə bir sual yaranır ki, bəlkə biz çox dərinə gedirik. Məsələn, Amerika Birləşmiş Ştatlarında bugün biz dilə baxsaq, özümüzə əməli başlı şükür edərik. Çünki orada ümumiyyətlə vəziyyət bərbaddır. Xüsusilə də sanki kənardan belə görünür ki, heç ümumiyyətlə bununla məşğul olan yoxdur. Elə insanlar özləri onu necə istəyir, əzir, didir, atır ortalığa. Yəni, bu belədirmi doğrudan? Yoxsa Amerikanın belə bir narahatlığı yoxdur, onun üçün ümumiyyətlə belə bir bunu problem kimi görmür. Onlar bunu problem kimi görməyə bilərlər. Çünki kök tarix məsələsi. Onlar nə vaxt yaranıblar? Oradan buradan yığılma bir... Migrantlardan yaranan bir ölkədir. Tamamilə doğrudur. Onlar üçün xalqın yaşaması, onun tarixi mənbələrə dayanması, onun tarixdən gəlməsi, tarixini qoruması kimi anlayış mövcud olmaya bilər. Onların tarixi çox qısa və onların tarixi deyil dayanır. Müxtəlif millətlərin birləşmiş tarixidir. Tamamilə doğrudur. Ona görə orada ola bilər. Amma ingiliscə anlayışı var. Söhbət burada bir ingilis dilindən gedirsə. Görürsünüz, onların ingiliscəsi İngiltərə ingiliscəsindən xeyli fərqlənir. Çünki onlar rahat yanaşırlar. Mənə belə rahatdır, belə deyil. Amma heç vaxt İngiltərə Amerikaya ultimatum verməyib ki, siz bizim dilimizi niyə bu günə qoyursunuz? Çünki özləri fərqli dildən istifadə edirlər. Məsələ budur. Onlar üçün o böyük problem təşkil etmir. Amma tarixi olan, tarixini qorumaq istəyən, dilini qorumaq istəyən xalq, bilirsiniz, biz burada bir qədər, çox demirəm, bir qədər boşluğa yol versək, təsir edici qüvvələr o qədər çoxdur ki, sosial şəbəkələrlə bağlı, internetlə bağlı. Kənar təsirlər. Kənar təsirlər o qədər çoxdur ki, bununla mübarizə aparmaq getdikcə çətinləşəcək. Və bu məqsədlidir sizcə? İnanmıram məqsədli olsun. Məqsədli, çünki burada bir pərakəndəlik var, bir xaos var. Kim nə istəyir danışır. Sadəcə
Çünki Dövlət bilirsiniz, tərəfindən məsələn, nəzarət mən niyə ciddi. məqsədli olduğuna həm də inanıram. Çünki Rusiya prezidentinin tez-tez müxtəlif ölkələr haqqında orada rus dilli ölkədə deməsi boşu-boşuna deyil. Və sanki orada bizimdir, bizim təsirimizdədir. Bu da imperialist düşüncədir də. Yəni bizim haqqımızda da belə deyilməməlidir Ola təbii bilər. ki. Və yəni biz müxtəlif dillər bilə bilərik. Bu normaldır. Bizdə bugünkü nəsil ingilis dilini daha çox bilir, nəinki rus dilini. Düzdürmü? Bu normaldır və yaxşıdır. Amma hansısa bir ingilis durub bizə deyə bilməzlər ki, ora ingilis dilli ölkədir. Axı biz hansısa dilli ölkə deyilik. Biz elə Azərbaycan dilli ölkəyik. Biz türk dilli ölkəyik. Doğrudur. Məsələ budur. Onun da orada da bir həqiqət payı var, yəqin ki. Amma bu gün axı baxaq görək bu rus dilinin təsiri əvvəlki qədərdir. Yox. Deyil. Rus dilinin təsirini biraz da biz özümüz yaşadırıq. Gəlin baxaq alfabet qaydalarından birinə. Demək, vurğusuz onun A kimi tələffüzünü bizdə qayda olaraq qəbul ediblər. Yəni bu qaydalara riayət eləsək, mən indi polis yox, polis deməliyəm. Mən indi oksigen yox, oksigen deməliyəm. Niyə? Amma bu qayda bizə aid deyil axı. Yəni Azərbaycan. Bizimki deyil. O yəni, yazılı və oxuna bilməz. Bizdə də bu rus dilinin qaydasıdır. Biz niyə bunu qəbul eləməliyik və hələ də bu məsələ açıqdır. Məsələn, mənə versələr bu alfabet qaydalarını, mən orada ancaq vurğu, uzun sait və bir neçə o məqamı saxlayaram, qalanın hamısını ləğv eləyərəm. Niyə bilirsiniz? Çünki bu alfabet qaydaları bir, dilin səslənməsini tamamilə lorulaşdırır. Sanki bir qərb demək bölgəsindən olan birisi danışır. Əgər mən durub alfabet qaydalarına uyğun. Baxın, düşünün bu nə tələb eləyir. Sonu saitlə bitən sözlərə y bitişdirici samitinin samiti ilə olan şəkilçilər artırılanda son sait ondan öncəki saitin qapalı variantına keçir. Qısa şəkildə sizə misalla deyirəm. Bura. Buraya. İndi o A bunların qaydası ilə, onun təsiri ilə ulaşmalıdır. Buraya deməliyik biz. Düşünün necə səslənir. Oraya, buraya. Yəni baxın, Türkiyədə o boyda ağa bəy sözü gəlib abiyə dönübsə, bunu oturub düşünəndə bunun qabağını heç kim də ala bilməyib. Yəni, bu baş verib. Ağa bəy və ağabey, ağabey və abi. Bugün artıq abi yazılır, abi də yazılır. Məsələ ondadır. Yəni bu kimi bizim qarşısını ala bilməyəcəyimiz proseslər var ki, bu gedəcək onsuz da. Bəli. Ona görə bu alfabet məsələsini biraz zəiflətmək lazımdır ki, onsuz da bu olmasa da gedir. Bəli. Zəiflədək ki, heç olmasa yazıya bu qədər təsir eləməsin. Çünki yazımız bərbad vəziyyətdə və dili gələcəyə aparan onun yazısıdır. Qayıdırıq indi məktəbə əslində və məktəbin özündə yəni çox qınanılır. Mən sevmirəm bu mövzunu ki, o qədər belə qınanılsın. Az sektor, rus sektor məsələləri tez-tez gündəmə gəlir və adamların burada bir hərə öz əsaslandırması olur ki, əslində filan şey. Yəni bu gün məsələn daha çox mən görürəm rus dili və yaxud xarici dil götürək və yaxud ingilis dilli məktəblərə uşaqları qoyanda valideynin əsas bir izahı var, əsas bir əsası var ki, Azərbaycan dilində mənbələr azdır. Yəni sabah mənim uşağım araşdırma eləyəndə, bir şey oxuyanda, bir şey tapanda tapa bilmir. 100%. Bəlkə siz dediyiniz kimi bugün biz də Qazaxıstan variantı çox belə aqressiv şəkildə o mənbələri artırmalıyıq. Əksinə bəlkə də biz elə şeylər var ki, onları elə ana dilində saxlamalıyıq, ana dilində yazmalıyıq ki, gələcəkdə istinad ana dilində olsun. Yəni bugün rus dilində daha çox mətn var deyə mən rus dilinə məhkum olmalıyam, ingilis dilində bu biraz nə qədər ciddi əsasdır? Tamamilə haqlısınız. Onlar mövcud reallıqdan çıxış eləyirlər. Biz mövcud reallıq dəyişməliyik. Bu da dövlət səviyyəsində olmalıdır. Nə deməkdir? İnternet məkanında internet resurslarının Azərbaycanca olan variantının sayını kəskin şəkildə artırmaq lazımdır. Həmən bayaq sözü gedən qurum ki, deyirdim ki, hər şeylə təchiz olunmalıdır, energetik cavan adamlar, həm dil bilgiləri olan və s. Bu qurum həm də internet məkanında olan resursları təcili şəkildə, intensiv bir şəkildə tərcümə eləməlidir. Bir, kitablar, elmi kitabların sayı artmalıdır Azərbaycan dilində. Bugün tibbi və digər elm sahələrinə aid kitabların sayı çox məhduddur. Ona görə istər-istənməz valideyn istəyir ki, onun övladı yaxşı savad alsın və ikinci bir dili ona ana dili kimi öyrətmək istəyir. Doğru addımdırmı deməzdim. Amma hər hansı bir dili Azərbaycan dili ilə paralel bir və bu
bu faktların olması dilimizin statusunu salır. Bəli. Bu bir reallıqdır. Bəli. Biz o boşluqları doldurmalıyıq ki, o bəhanələr olmasın da belə Yəni deyək. Azərbaycan dilinin statusunu, bu dildə olan resursların sayını artırmaqla, bu dildə olan elmi ədəbiyyatın, yəni tərcümə olsun, Bəli. yazı keyfiyyətli elmi ədəbiyyatın sayını artırmaqla statusu artırmalıyıq ki, sabah Azərbaycan bölməsinə valideyn ürəklə versin. Valideyn də real mövcud olan vəziyyətdən çıxış edərək övladı üçün ən yaxşısını seçir deyə düşünür. Bəli. Halbuki birini alır, birini itirir. Və həmişə belə bir arxayınlıq var ki, Azərbaycan dilində onsuz da biləcək də, onsuz da bu burada yaşayır, əvvəl-axır öyrənəcək. Qoy birinci onu bilsin. Burada halbuki var. Halbuki nədən ibarətdir? Ancaq məişət səviyyəsində bilir. Məişətdən o tərəfə keçmir. Məsələn, təsbit, təsdiq, təfsir, təfsil, bunların əksəriyyətini rus bölməsi bilmir. Və mən ona görə onların siyasətini hazırlamışam. Mən onları tələb eləyirəm uşaqlardan, öyrədirəm və s. Çünki mən rus bölməsi ilə işləyirəm. Onlar ancaq və burada nə gəlir? Mən deyirəm ki, siz bizim ən işlək köməkçi feillərimizə bizə nifrət etdirirsiniz. Onlar bizim ən satqın feillərimizə çevrilirlər. Bu hansıdır? Olmaq, etmək, eləmək. Nədir bu? İstənilən ingiliscə sözə əlavə eləyir. Oldu. Mən nenavidc eləyirəm, mən nə bilim indi yadıma düşür. Meşat eləyirsən mənə. Meşat eləyir. Meşat eləmək ümumiyyətlə rusca bilməyən də deyir meşat eləyirsən. Bəli, eyni. Ona görə elə bir söz gəlir, aktivlik qazanır, işləklik qazanır ki, biz əgər onu lüğətə salsaq, lüğətimiz qısa bir zamanda bərbad bir hansı ki, bugünkü əslində mövzumuz da, problemimiz də budur əslində. Bəli. Dürdana xanım, təşəkkür edirəm sizə. Çox xoş oldu və ümid edirəm ki, həm faydalı olacaq, həm də təbii ki, elə sizli, bizli hamımız hərəyə düşən vəzifə nədirsə ötürə bilək və bu məsələdən də alnı açıq çıxa bilək. Əminəm ki, belə olacaq. Məndə yeni layihədir. Bu da ilk buraxılışdır. Sizə uğurlar arzu eləyirəm. Təşəkkürlər. Əminəm ki, bu layihə az da olsa o da qənimətdir. Nə qədər mümkündür, çox təsir eləsin və istədiyimizə nail olaq. Təşəkkürlər. Çox sağ olun. Sağ olun.